Siz bilirsiniz ki bir söz, hər bir söz ki biz danışırıq, bir varlıq olur, dayanır yanımızda. Hər bir söz ki biz danışırıq, havaya getmir. Sözdür də dedim. Söz bir canlıdır. Canlıdır, çıxır, dayanır bizim yanımızda. Sabah bu canlılar ki biz yaratmışıq, öz yaratdıqlarımızın əhatəsində məhşərə gəlirik. Hərdən elə sözlər danışırıq ki, onların həqiqətindən xəbərimiz olsa çox qorxunc, eybəcər və pis qoxu verən varlıqlardır. Artıq təcrübə elmlər gəlir buna çatır ki, heç nə məhv olmur. Bizdən qabaq 100 illərlə, 1000 illərlə, 100 min illərlə qabaq adamlar danışıb o sözlər fəzada asılı vəziyyətdə qalıb belə. Bunlar məhv olmayıblar. Heç nə məhv olmur. Hamı öz əsərimizlə məhşərə gələcək. Albom gətirəcək, şəkillər, sözlər, danışdığımız sözlər. Bir də biz, verəcəklər İmam Zamana, verəcəklər İmam Hüseynə, Allaha. Və bu, bunun yaratdığı əsərlər. Bunda təsəvvür edin, qorxunc simaların, qorxunc simalı, ifunət qoxusu verən varlıqların yanında dayanmışıq. Utandığımızdan da başımıza aşağı salmışıq. Bunun üzünə baxmaq ayıbdır. Bunu mən yaratmışam. Bu mənim nitqimdir. Bu nağıl deyil, bunu bilin ki, ahirət bu deməkdir, təcəssüm olunur. Etdiyin əməllərin hər biri bir canlıdır, bir canlı sürətdir. Və bir dənə də sizə söz deyim ki, biz ki tövbə edirik, o pisliklər məhv olmur, örtülür. Heç vaxt məhv olmur. Heç bir şey bir yaranmışı məhv edə bilmir. Kəffir anna seyyiatina deyirik. Rabbena fəğfir lənə dunubənə. Günahlarımızı bağışla və kəffir anna seyyiatina. Kəffir, kafir eyni sözdəndir. Örtmək deməkdir. Deyirik, pisliklərimizi ört, bastır elə. Məhv eləmək mümkün deyil. Bir dəfə sözü dedinsə, həmişə o söz var olacaq. Sadəcə onu bəzən seyfə qoyur Allah, bağlayır, məsələn, məcazi deyək, gizlədir. Yoxsa məhv eləmək mümkün deyil. Mümkün deyil. İnsan bugün yaratmaqla məşğuldur və insanın ən əsas əsərləri onun dili ilə ifadə elədiyi sözlərdir. Bir dənə albom verəcəklər bizə, deyəcəklər ki, get, namə-i əməl deyirlər, odur bax. Hamısı, elə bilir, orada sözlər yazılıb, yox, orada surətlərdir. Adam baxmaqdan iyrənir. Sonra ilə özün yaratmışsan, bax gör. Özün yaratmışsan, öz nitqindir, öz danışdığındır, öz elədiyindir.